Mən Lələyev Mərhəmət Ataxanoğlu 1997-ci il 1 fevral Masallı rayonu Şiləli kəndində anadan olmuşam. 1998-ci ildə ailəmlə birlikdə Masallı rayonunda yaşamağa başlamışam. Masallı şəhər 3 saylı tam orta məktəbini bitirmişəm. Bundan əlavə Masallı şəhər onda uşaq incəsənət məktəbi idi. İndi 11 illik incəsənət məktəbi gedir. Uşaq incəsənət məktəbini bitirmişəm. Həm xanəndəlik üzrə, həm də fortepiano, tar üzrə bitirmişəm. İxtisası yiyələnmişəm. 2015-ci ildə istedadları axtarırıq layihəsinə qoşulmuşam. Təbii ki, bu Masallı Mədəniyyət Mərkəzinin keçirdiyi bir layihə idi. Həmin layihədə qalib olmuşam və Masallı Xalq Teatrında birinci növbədə prodüser, ondan sonra Xalq Teatrında ssenari müəllifi, səs rejissoru və müxtəlif tamaşalarda rol almışam. İkinci Respublika Xalq Teatrı Festivalında mükafatlandırılmışam. 2017-ci ildə mənim təşəbbüsümlə Masallının Səsi İctimai-Siyasi qəzetinin yaratmışam və Masallının Səsi İctimai-Siyasi internet qəzeti 2017-ci ildə yarandı və bir çox layihələrə imza atdı. Bunların içində Masallının tarixi şəxsiyyətləri, alimləri, həkimləri, tanınmış ziyalıları haqqında məqalələr, sənədli filmlər, fotoreportajlar dərc olunurdu. Bundan əlavə pandemiya vaxtında COVID-19 bütün dünyanı ağuşuna alan pandemiya vaxtında xəbər portalımız gənclərlə birlikdə maarifləndirmə aksiyalarına qoşuldu və müxtəlif sosial onlayn tədbirlər keçirdi və bu tədbirlər hər biri maarifləndirici mövzularda olmuşdur. Bundan əlavə bildiyiniz kimi biz 44 günlük müharibədə şanlı qələbə çaldıq. Müharibə vaxtı Masallıda da şəhidlərimiz oldu. Bütün Masallı rayonunda 44 gündə şəhid olmuş bütün şəhidlərimizin dəfnində mən öz kollektivimlə iştirak etmişəm və onlar üçün sənədli filmlər, məqalələr, fotoreportajlar hazırlamışam. Bu günləri də həmin ənənəyə sadiq qalaraq onlara davam edirəm. Təbii ki, biz müharibə vaxtı Masallı rayonunda bir gündə 4 şəhid gəlirdi və biz öz kollektivimizlə həmin tədbirlərdə iştirak edib, həmin tədbirlərlə bağlı sosial media hesablarımızda paylaşımlar edirdik. 2022-ci ildə Cənubun səsini yaratdıq. Təbii ki, bu Masallının səsinin nəzdində yaranıb. Bu günləri Cənubun səsi həm internet qəzeti üzərində, həm xəbər portalı kimi, həm də bir QHT kimi fəaliyyət göstərir. Təsisçisi və baş redaktoru mənəm. Bunların hamısı bizim məhdud məsuliyyətli cəmiyyətin nəzdində fəaliyyət göstərir. Bu günləri onu qeyd edə bilərəm ki, 1000-dən çox Masallı ziyalısı haqqında təsisçisi olduğum xəbər portalı fotoreportaj və məqalələr dərc etmişdir. Təbii ki, bu yolda bizə dəstək olanlar çoxdur, dəstək olmayanlar da çoxdur. Amma bunların arasında Masallı ziyalıları, rəhbər şəxslər, biznesmenlər bizlərə dəstək olur və bu yolda uğur qazanmağımız üçün bizlərə köməklik edirlər. Təbii ki, biz də bu fürsətlərin hər birini dəyərləndiririk. Nəzərinizə çatdırmaq istəyirəm ki, mənim təşəbbüsümlə 2025-ci ildə Doğma Elin Simaları kitabının artıq nəşrinə başlanmışdır və bu kitab Cənubun səsinin 5 yaşı münasibəti ilə dərc olunacaqdır və Masallı ziyalılarına həsr olunmuşdur. Təbii ki, Cənub bölgəsində Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Biləsuvar, Cəlilabad rayonlarını əhatə edir. Mən çalışdığım qədər bu rayonlardan da reportajlar hazırlayıram. Amma əslən Masallıdan olduğum üçün ayrı-seçkilik etmirəm və bunların hər birinə vaxt ayırıb məqalələr dərc edirəm. Mənə göndərilən məlumatları, sosial problemləri araşdırıram, paylaşıram. Təkcə işimiz ziyalılar haqqında yazı yazmaq deyil,
Bugün portalımız, sosial media hesablarımızda sosial problemlər də işıqlandırılır və onların həlli nəticəsində istiqamətində işlər gedir. Qeyd edeyim ki, bilirsiniz, 3 illik bir fasilədən sonra Cənubun səsinin qayıdışı böyük hay-küyə səbəb olub və bu mənim üçün həqiqətən bu günləri qürur vericidir. Niyə? Çünki mən 2018-ci ildən media sahəsində böyük uğurlar qazanmışam və bu uğurlar qazanmağımda birinci növbədə kollektivimin, ikinci növbədə ailə üzvlərimin və yaxın dostlarımın sayəsində qazanmışam. Təbii ki, işlərimizə kölgə salanlar çoxdur. Bu günlərdə salmaq istəyənlər var. Yalnız mən hər zaman demişəm, mən onları bir, necə deyərlər, fiqur hesab etmirəm və ona görə də onlarla heç nəinki mübarizə aparmaq, heç məlumat almaq istəmirəm. Çünki mən öz işlərimi görürəm, mən öz işlərimin başındayam. 3 illik fasilədən sonra Cənubun səsini həqiqətən Cənuba çatdırıram və bu təkcə bunu mən yox, təkəbbürlü kimi olmasın. Bütün Cənubda yaşayanlar deyirlər, mən Lənkəran rayonuna gedirəm, Lerik rayonuna gedirəm, Cəllabada, Astaraya, Bilasuvara, Cəllabada, Yardımlıya gedirəm və bu rayonlarda Cənubun səsini izləyirlər. Gün ərzində mənim elektron poçtama, WhatsApp nömrəmizə və kollektivimizə gələn zəylərdən bəlli olur ki, həqiqətən Cənubun səsi bu günləri media sahəsində öz sözünü demiş və brend xəbər portallarından biridir və Respublika ərazisində, Cənub bölgəsində fəaliyyət göstərdiyinə görə bu mənim üçün çox qürur vericidir. Təbii ki, haqqımızda bununla bağlı yazılar da dərc olunur, müxtəlif kitablara salınıb, müxtəlif qəzetlərə salınıb, gördüyümüz işləri mənim yaxın jurnalist dostlarım öz xəbər portallarında, redaksiyalarında dərc eləyirlər, bizə dəstək olurlar. Bu mənim üçün böyük qürur verici bir haldır. Təbii ki, uğura gedən yolda mənə dəstək olanlar çox olub. Bu günləri inanıram ki, bundan sonraki həyatımızda da Masallının və Cənub bölgəsinin inkişafı üçün və onun təbliğatında gördüyüm işlər çox yaxşı olacaq. Mən Masallını necə sevirəmsə, Cənub bölgəsini və Azərbaycanı ilə sevirəm. Mən özüm Cənublu olduğuma görə, Cənub bölgəsində yaşadığıma görə bu xəbər mediasının adını Cənubun səsi qoymuşam. Amma Cənubun səsi təkcə Cənubda deyil, Azərbaycan ərazisində fəaliyyət göstərir. Biz heç bir paylaşıma diqqətsiz qalmırıq, biganə yanaşmırıq və onu çalışdığımız qədər ona mövqe bildiririk, onu təhlil edirik və onu paylaşımları davam etdiririk. 2016-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Müxtəlif QHT-lərin, müxtəlif ictimai birliklərin rayon şöbəsinin sədri olmuşam. 2022-ci ildə Masallı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü olmuşam. 2021-ci ildə Qarabağ Azadlıq Təşkilatının Masallı rayon şöbəsinin sədri olmuşam. 2018, 19, 20-ci illərdə Azərbaycanın Səsi İctimai Birliyinin Gənclər Təşkilatının sədri olmuşam. Təbii ki, bu günləri mənə təkliflər çoxdur, həddindən artıq çoxdur. Amma mən bütün təklifləri dəyərləndirirəm. Necə deyim, bir gənc olmağıma baxmayaraq həyatda müəyyən səhvlər də etmişik, müəyyən peşmançılıqlarımız da olub. Bu günləri çalışdığımız qədər o etdiyimiz səhvlərin qarşısını almağa çalışırıq və bir də belə səhvlərin yol verməməsi üçün əlimizdən gələni edirik. Mən Masallını çox sevirəm, mən Azərbaycanı çox sevirəm və Masallının təbliğatında, Masallının ziyalılarının təbliğatında nə qədər təsisçisi olduğum xəbər saytı var, nə qədər mən Mərhəmət Ləliyev varam. Bu işlə hər zaman məşğul olacağam və qeyd edeyim ki, bu yolda yorulmaz bir kollektivlə işləyirəm. Kollektivimizin gördüyü işlər göz önündədir. Biz çox mötəbər tədbirlərə dəvət alırıq. İştirak etdiyimiz tədbirlərlə bağlı məqalələr dərc edirəm. Bu günləri hər görülən yaxşı iş haqqında bizim xəbər portalımız yaxşı sözlər yazıb, yaxşı şeylər paylaşır. Bizim kimisə alçatmağa, kimisə təhqir etməyə fikrimiz yoxdur. Yalnız haqlı tənqid olanda təbii ki, biz bunu yayımlayırıq. Təbii ki, müdaxilələr olur, zəylər gəlir, dostlar, tanışlar xahiş edirlər. Amma ki, bir şey nəzərinizə çatdırım ki, haqlı tənqidə hamı əhsən deyir. Biz nahaqdan heç kimi tərifləmirik, nahaqdan heç kimi tənqid eləmirik.
düşündüyüm şeyləri həyata keçirtməyi bacaran insanam. Niyə? Bu günləri mənim ideyamdır, masallı ziyalılar haqqında məsələn üçün kitab yazmaq. Mən bu ideyanın üzərində çalışıram. O qədər çalışıram ki, bunu axıra çatdırım və bunu təqdim edeyim. Bildiyiniz kimi mənim təşəbbüsüm və kollektivimlə birlikdə Masallı şəhərində bir çox ziyalılar haqqında sənədli film çəkmişəm və bunların içində tarix elmlər doktoru Anar İskəndərov müsahibə almışam. Musa Quluzadə haqqında veriş hazırlamışam. Bağır Bağırov haqqında, Həsənbala Sadıqov haqqında. Mən indi hər birinin adını çəkmirəm və bir çox ziyalılarımız haqqında və bu ziyalılarımız haqqında çəkilişlərimiz davam edir. Son filmim rabitəçi Əliş Əliyev haqqında olmuşdu. Möhtəşəm bir təqdimatı oldu. Şəhidlərimiz haqqında da sənədli filmlər çəkmişəm və bu sənədli filmlərin arasında mən deyərdim ki, mənim həm ssenari müəllifliyi olduğum və rejissoru olduğum Doğma Diyarımız Şişədərə kəndim haqqında çəkdiyim sənədli filmdir və şəhid mayor Anar Novruzov haqqında çəkdiyim Akula rəqəbli kəşfiyyatçı filmidir. Təbii ki, layihələr çoxdur, fikirlər çoxdur, ideyalar çoxdur. Biz də çalışırıq ki, Masalını təbliğ eləyək, Azərbaycanımızı təbliğ eləyək, Cənubu təbliğ eləyək. Heç bir müxalif fikirlərə qoşulmayaraq, heç bir separatçı fikirlərə qoşulmayaraq bu yöndə uğurla davam eləyək. Ölkə rəhbərinin bu günləri apardığı siyasi kursu yetərincə davam elətdirək və biz onun əsgərləri olaraq bugün Azərbaycan mətbuatında bir qələm əhli olaraq yazdığımız, yaratdığımız işlərdən, gördüyümüz işlərdən ölkəmizə bir xeyir verək. Təbii ki, bugün mən çox sevinirəm ki, Azərbaycan mətbuatında tanınan isimlərdənəm və Azərbaycan mətbuatında yaxşı dostlarım var. Onlar tez-tez Masallıya gəlirlər, mən onların rayonlarına gedirəm. Biz tez-tez Azərbaycan nəşriyyatında görüşürük. Təbii ki, görüşlərimiz zamanı gördüyümüz işlər barədə bir-birimizə məlumat veririk, bir-birimizə dəstək oluruq və bu həqiqətən çox gözəldir. Düzdür, bu günləri Masallıda yaxşı jurnalistlər çoxdur. Mən qeyd edərdim ki, Masallı rayonunda hal-hazırda fəaliyyət göstərən Əli Hüseyn Şükürovdur, Cənub Xəbərləri qəzetçisi Zahir Əmənovdur, Tribuna İnformasiya Agentliyi Əlişir Əhədovdur, Jamazın baş redaktoru, təsisçisi Fikrət Fərəməzoğludur, mənim dostum Asiyaz TV-nin təsisçisi və baş redaktoru Cəfər Cəfərovdur, Həsən Ağa müəllimdir, rəhmətli Rəsul Rızayevdir və Akif Ağayevdir. Bu günləri Masallının mən deyərdim ki, digər regionlara baxanda mətbuat sahəsində gördüyü işlər çoxdur və tanınmış ziyalıları çoxdur. Bu günləri bu media sahələrinin hamısının xəbər portalları var. Bugün Masallıda gedən proseslərlə bağlı ən azı bizim rayondan bir 10 xəbər portalı fəaliyyət göstərir və elə 10 xəbər portalı paylaşanda belə ölkə gündəmində rezonans doğuran bir xəbər olur. Təbii ki, bu sevindirici haldır. Nə qədər çox olsa, bir o qədər yaxşıdır. Biz də çalışdığımız qədər Masallıda gedən proseslərlə bağlı çəkilişlərimizi davam etdiririk və paylaşımlarımızı davam etdiririk. Nəzərinizə çatdırmaq istəyirəm ki, təsisçisi olduğum Cənubun səsində bayaqlarda qeyd elədim, mindən çox Cənublu haqqında paylaşımlar gedib və bu paylaşımlar silsilə şəklində davam eləyir. Qeyd edeyim ki, mənim özümə çoxlu təşəkkürlər göndərirlər, fəxri fərmanlar göndərirlər, redaksiyamıza hədiyyələr göndərirlər. Buradan fürsətdən istifadə edib bütün dostlarımızı mən salamlayıram. Diqqətinizə görə, göstərdiyiniz dəstəyə, qayğıya, sayğıya görə hər birinizə dərin təşəkkürümü bildirirəm. Son 3 illik fasilədən sonra açıqlamalar çox vermişdim, haqqımda yazılar çox yazılmışdı. Amma ekran qarşısına çıxıb dəyərli dostlarımıza ümumi gördüyümüz işlərdən və həyat hekayəmizdən danışmaq istədim və yorulmaz fəaliyyətimizi izlədiyiniz üçün, bizə dəstək göstərdiyiniz üçün hər birinizə təşəkkür edirəm və buradan bəyan edirəm ki, Cənubun səsi hər zaman var
Cənubun səsi hər zaman Cənuba, Azərbaycana öz səsini çatdıracaq. Cənubun səsi sizin səsinizdir. Mən Mərhəmət Lələyev çalışdığım qədər hər zaman sizin yanınızdayam. Sizlər də bizim yanımızda olun, bizlərə dəstək olun. Necə ki biz Cənubu, Azərbaycanı təmsil edirik, sizlər də bizə dəstək olub bizləri təmsil edin. Cənubun səsi sizin səsinizdir. Diqqətinizə görə sağ olun.